Həvva anamızın da Almanı. Adəm peyğəmbərə almanı yedirtməsi bir şəkildə bir aldatmaydı. Yəni orada ilan dedikləri beyninə düşən fikirdir əslində. Yəni aldadıb bizi bu dünyaya gətirdilər. Beyninə düşən fikirdir yəni ki və orada o aldatmanın kökünün elə oradan başladığında görə bilirik. Yəni bu aldatmanın o qədər aktual olması, həyatımızın ortasında olması bizə belə bir şey ancaq qoyur ki, imkan qoyur ki, qəbullanaq bunu və biz bundan qadağalarla mübarizə apara bilmərik. Bəli. Yəni biz aldatmanı qadağan eləyərək heç kimin aldatmasının qarşısını ala bilmərik. Hazırda Azərbaycanda boşanmaların nisbəti 45%-dir. Yəni biz Avropaya yaxınlaşırıq, 50-55% onlardadır. Türkiyədə keçmiş, yəni ki, belə bir fikirləşin. Çox böyük bir boşanma nisbəti var. Boşanmaların böyük əksəriyyəti də statistik məlumatdır, aldatma səbəbindən baş verir. Baxın, aldatmaq səbəbindən kişi aldadır bir qadını. Qadın boşanır. Qüruru qəbul etmir, özgüvəni aşağı düşür, o kişini qəbul edə bilmir artıq. Yəni, ola bilər. Doğrudur, yanlışdır, mənə görə yanlışdır. Amma ola bilər belə bir hal. Amma sonra həmin qadın sevgi yaşamaq istəyir axı, gəncdir. Bəli. Nəticədə bir də görürsən ki, bir qadının ona yaşatdığını gedir, başqa bir ailədə, başqa bir qadının həyat yoldaşı ilə izdivaca girir və o qadına yaşadır. Buna nə deyək? Axı sən yaşamısan bunu. Sən bu hissi bilirsən xəyanət nədir. Niyə bəs başqa qadına bunu yaşadırsan? Buna intiqam xəyanəti deyilir və xəyanətin ən sıx görülən formalarından biridir. Xəyanətin bir neçə forması təvəlləsində iş yeri xəyanəti var, konfrans xəyanəti var. Bunlardan da kitabda bahs eləmişəm.